Bu düşüncəni ümumiyyətlə beynindən silmək lazımdır qardaşlar. Əgər maşınınızın normal işləməyini istəyirsinizsə, vaxtında qulluq eləmək lazımdır. Deməli, bu maşın pirboyla yanımıza yaxınlaşıb, qardaş deyir ki, maşın getmir, boğulur. Maşın bura güclə gəlib çatıb da, yəni pirboy, maşın sönür, aləm dəyib bir-birinə. O üçün diaqnostikaya saldıq, baxırıq, yoxlayırıq orasın, burasın. Nəticədə sökmüşük farsunkaları ki, qardaş, farsunkanın ağzı düz ucuna qədər dolub zirzibinlə, palçıqla. Setkalarını çıxartmışıq, plankanı göstərim sizə. İçərisi bilmirəm, görsənmir, bax, diqqət edeyim bir dənə. Plankanın içi palçıqdır. Deyirəm, qardaş, nə qədər vaxtı bu maşını sürürsən? Deyir, 2 ildir. Deyirəm, filtri nə vaxt dəyişmirsən? Deyir, niyə dəyişirəm ki, işləyir də. Yəni, bu düşüncəni bir kənara qoymaq lazımdır. Ümumiyyətlə, yadınızda saxlayın, filtr sözü harada varsa, hava filtri, salon filtri, benzin filtri, yəni filtr sözü harada varsa, vaxtında problem oldu, olmadı, bunu dəyişmək lazımdır. Maşın normal işləməsi üçün. Filtri dəyişməyəndə, bax, belə fəsadlar olur. Yazıq necə işləsin? Dolub ağzına qədər palçıqla benzin püskürə bilmir. Sveçanda ömrü gedir, babinlər də düşür naqurskaya, maşının özü də düşür naqurskaya, 2 qat da benzin işlədir. Belə şeylərə diqqət eləmək lazımdır.